Çünkü kardeşlerim Allah Azze ve Celle buyurur ki biz hakkı araştırmaya bəsedirik. Hakların araştırılması Allah Azze ve Celle'ye ait olacak. Kimseden gizlini kalmayacak. Her bir kişiye ve bölüye göre hesap çekilecek. Her bir kişiye bu nefsin 50 yıl ərzində, bəziləri 30 yıl yaşadığı müddətdə elə bir əməllər edirlər ki, subhanallah. Allah Azze ve Celle ədalətlidir, qardaşlarım. Kimsəyə zərrə qədər zülm etməz. Adam 30 illik ömründə cəhənnəmdə əbədi qalacaq qədər murdar və çirkin əməllər edib, subhanallah. Değer mi kardeşim bu 30 ili, 40 ili, 50 ili Allah'tan başkası için yaşamaya? Vallahi değmez. Bu günə sən yaşın necə keçir bilmirsən. Saçın necə ağarıb bilmirsən. Gücün necə gedib bilmirsən. Belin necə əyilib bilmirsən. Cavanlığın itir. Küçədə baxıb öz yaşadığın kimi gördüyün əmi deyir sənə. Baba deyirlər sənə. Sən hələ üçün nə elə bilirsən, uşaqsan. Belə davam edəcək. İnsanlar elə zənn edir ki, boşu-boşuna bırakılacaqlar. Və Allah Azze ve Celle boşu-boşundan mı yaradı? Yerlerin ve göylerin arasında olanlar oyun için mi yaradı? Oynamaq üçün gəlməmisən. Az bir müddətdə əbədi bir həyata, cənnətə vallahi dəyər.